Bismillahirrahmanirrahim. Mübarek Ramazan ayının 17. günün duası. Allahümme hdini fihi lisalihil a'mal vegzi li fihil hevaice vel amal ya men la yehtacu ila tefsiri ve sual ya alimen bima fi suduril alemin salli ala Muhammedin ve alihi tahirin. 17. günün duasının tərcüməsində buyurulur ki, İlahi, bugün məni salih əməllərə doğru yönəlt, ehtiyac və arzularımı yerinə yetir, ey izaha və suala, şərhə ehtiyacsız qəlblərdən xəbərdar olan Allah, Muhammed və onun pak əhli beytinə Allahın salavatı olsun. 17. günün müstəhab namazları 2 rükətdir, 1-ci rükətdə 1 həmd, 1 İxlas surəsi, 2-ci rükətdə 1 həmd, 100 İxlas surəsi. Bütün namazlar 2 rükətli formada qılınır. Dualarınızda bizləri unutmayın.